İlk öncə Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Bugün atamın 50 illik yubileyidir. Cənnətdəki Arıgün atamın təbrik edirəm. Prezidentimizin əmri nəticəsində 27 sentyabrda müharibə başladı və ordumuz bütün torpaqlarımızı Ermənistandan, ermənilərin tapdağı altından xilas elədi. Bugün alın-açıq biz gəzməyimizin səbəbkarları bizim şəhidlərimiz, qazilərimiz, əsgərlərimiz, zabitlərimizdir. İndi hal-hazırda bizim azad olmuş torpaqlarımızda prezidentimizin göstərişi ilə abadlaşdırma işləri gedir və mən də həmin o şəhərləri, rayonları getdim, ziyarət elədim. Buradan prezidentimizə təşəkkürümü bildirirəm, şəhid ailələrinə bu cür qayğı göstərir, diqqət yetirir. Getdim, çox gözəl rayonlarımız, şəhərlərimiz var. İnşallah daha da gözəl olacaq, orada məskən salacağıq. Bir daha təşəkkürümü bildirirəm. Çox hörmətli Nurlan qardaşım, sən hansı işğaldan azad olan hansı rayonlarda ola bildin? Ağdama getdim, Şuşaya getdim, Xankəndiyə getdim. Bunların hamısını elə bir görmək nəsib oldu. Çox gözəl, tamamilə atam da mənə hər zaman deyirdi. Elə nə vaxt söhbət düşürdü, Qubadlını tərifləyirdi. Deyirdi, yəni cənnətlidir oralar. Elə həqiqətən də getdim, özüm də öz gözlərimlə gördüm. Tamam gözəl yerlər idi. Nurlan qardaşım, səni mən elə təəssüratda görürəm ki, sən orada atanın ruhunu da hiss eləmirsən. Orada sən şövqlə, yəni atanın ölməz bir şəhid olduğunu sən artıq aşılamısan özünə, onu hiss eləyirsən özünə, düzdürmü? Fəxr edirəm atamla bir tərəfdən duyğulanmam. Sənə halal olsun Nurlan qardaşım. Elə bu duruşda da olmalıydım. Mən elə səndən bunu gözləyirdim. Şükür Həmidovun oğlundan bu cavabı gözləyirdim. Həqiqətən fəxr olunası qəhrəmandır. Şükür Həmidov tək sizin üçün yox, hamımız üçün, bütün Azərbaycan xalqı üçün qəhrəmandır və o hamımız üçün də qürur yeridir. Çox sağ ol. Şəxsən mən Şükür Həmidovun həyatını bundan sonra araşdırıram, maraqlanıram və mən qənaətə gəlmişəm ki, Şükür Həmidov kimi insanlar yer üzərinə tək-tək gəlirlər. Və tərki dünya bir insan olaraq eli üçün, obası üçün, yurdu üçün, vətənin hər qarış torpağı üçün, hətta ailəsi, oğlu, qızı, həyat yoldaşı, valideynləri üçün çox dedikcə bu adam dəyər verən insan olubdur, fədakar insan olubdur, hər tərəfli. Buna görə mən səni təbrik edə bilərəm ki, sən məhz Şükür Həmidovun oğlusan. Bu sənin şansın olub ki, məhz Şükür Həmidov kimi atan olub. Və bu gün də o var, bu gün də yaşayır, qəlblərimizdədir. Biz yaşadıqca o da yaşayacaq. Biz dünya durduqca o da duracaqdır. Allah rəhmət eləsin, Allah sənin bəxtini gözəl eləsin. İşlərini avant, uğurların bol olsun. Təşəkkür edirəm. Sağ ol, minnətdarım.